Salam dostlar, növbəti buraxılışda yenə sizinlə birgəyəm və hal-hazırda çox maraqlı bir mövzudan danışacağıq. Bir çoxunuz suallar soruşursunuz ki, adətən biz kütlənin qarşısında çıxış edərkən bizdən çıxan qəribə səslərimizi necə yığışdıraq? Yəni, qəribə səs deyəndə A və E səslərini nəzərdə tuturuq ki, bir çox insanın çıxışında bunu eşitmişsiniz. Şübhəsiz ki, bu 7 illik təcrübə zamanı müəyyən məsələləri biz də öyrənmişik. Çalışacaq qısa bir formatda sizinlə paylaşaq və müəyyən insanları və müəyyən bir peşəni köməyə çağıraq. İstənilən auditoriyanın marağı sizdən həmin o qəribə səsləri eşidən kimi itir. Və bununla bağlı bizə hal-hazırda nömrə 1 kömək eləyə biləcək insanlar boksçulardır. Bəli, boksçular. Bu insanlar çox fərqli bir peşəyə sahibdirlər və onlar döyüşdən öncə, ilk öncə öz kölgələri ilə döyüşür. Onların məşqlərində belə bir anlayış var. Kölgəsi ilə döyüşmək. Yəni, qarşılarında hər hansı bir rəqib olmur, hər hansı bir xüsusi qrupu da olmur. Ya güzgünün qarşısında, ya da divarın qarşısında müəyyən məşq edirlər. Yəni, onlar 3-4 zərbəlik kombinasiyaların üzərində işləyirlər. Auditoriyanın qarşısında çıxış edərkən siz də eyni kombinasiyaları artıq beyninizdə depozit eləməlisiniz. Yəni, 3 və 4 cümlələrinizi dizayn eləməlisiniz. Nəticə çıxarsanız, əgər boksçu döyüşdən öncə kölgəsi ilə döyüşürsə, siz bir natiq olaraq çıxışdan öncə kölgənizlə danışmalısınız. Bəli, gəzərkən, ümumiyyətlə 3 gün, 4 gün öncə ev şəraitində fərq eləmir. Sadəcə kölgənizlə danışmağa başlamalısınız. Yəni, mövcud olmayan auditoriya ilə danışmağa başlamalısınız. Biz bunu öz aramızda qısaca zarafatla sushi talk deyirik, yəni sushi danışığı. Qısaca həmin o 3-4 cümləni dizayn etməyə başlayırsınız və o qədər səsli danışmağa və düşünməyə başlayırsınız ki, sonda müəyyən edə bilirsiniz. Dedikləriniz insanların qulağında həmin axarı yarada bilirmi? Əgər o axarı yaratmaq üçün kifayət qədər çox məşq eləsəniz, o zaman nə A səslərini, nə də E səslərini heç kim sizin çıxışdan eşidə bilməyəcək. Öz-özünüzə düşünün. Hər hansı bir boksçu həyatında heç bir məşq etmədən ringdə ilk dəfə döyüşəcək. O zaman sizcə onun vuracağı zərbələrin effekti nə qədər olacaq və yaxud alacağı travmaların böyüklüyü nə qədər olacaq? Eyni məsələni çıxışınıza aid edin. Əgər siz heç bir hazırlıq eləməsəniz, heç bir məşq eləməsəniz, nəticədə sizin də nitqiniz bərbad şəkildə həm başlayıb, həm də bitəcək. Auditoriyadan heç danışmırıq. Ona görə gəlin bugünlük bu qısa dərsimizi bir dəfə xatırlayaq. Boksçular hər hansı bir döyüşdən öncə öz kölgələri ilə məşq edir. Natiqlər hər hansı bir çıxışdan öncə öz kölgələri ilə danışır. İndidən siz də belə bir qısa çıxışlarınızı hazırlayın. Ki, mən əslində bu videonu hazırlayarkən balaca 3-4lü kombinasiyamı çoxdan hazırlamışdım və buna əsasən müəyyən məşqlərimi eləmişdim. Ona görə bu qədər axarlı bir nitq alındı. Sizə də eyni axarlı nitqləri arzu edirəm. İnşallah gələn görüşünüzdə növbəti bir sualı müzakirə etmək üçün toplaşarıq. Təşəkkür edirəm.